Başa düşmədim. Düşməyəm öyle. Hə, bilirəm, dizayn baxımından ümumiyyətlə mən də bəyənmədim və plus Ülvi demiş, çox orfoqrafik səhvləri var idi və bilirəm ki, Saç bəziləri kutularından bu istifadə günlərim edib etmişler. təqdimatı, yəni onlardan da, hə, Onu onlardan da düz xəbər, hə, zaten. onlardan da xəbərdaram. Bir dənə Səmaya bilirəm ki, çox işləmişdi üstündə, Ənbər işləmişdi üstündə. Orfoqrafik səhvləri var, amma digərləri gördüm ki, biraz hə, yola vermişdi, yes. Okey, gəlin başlayaq, deməli. Bu online qoşulma ümumiyyətlə deəcəyə nəsə davamiyyətə də fikir verir. Online qoşulma nəsə bir təsir edir yoxsa yox? Onlayn qoşulmaq bir var başdan məsələn Şəlalə deyib ki, mən həmişə onlayn qoşulacağam. Onun təsiri yoxdur, amma yox. Gəlib sonra davamlı olaraq başlayırsa onlayn qoşulmağa, ya sonunda təsir olur. Yəni bir dəfə, iki dəfə o sorun deyil, amma 4-5 dəfə davamlı onlayn qoşulanda hə. Okey. Gəlin başlayaq. Deməli, biz bu günlərin reklamların növlərindən danışacağıq, okey? Və bizə hansı reklamlar lazımdır, hansı kampaniyalar yaratmalıyıq, bunların üzərindən danışacağıq. Qeyd etdiyimiz kimi keçən dərsdən də bu bizim reklam admin panelimizdir. Bunun üzərindən müəyyən mövzularda danışdıq, bütün funksiyalara baxmışdıq. Yes. Gələk indi biz bu admin paneldə hansı hissədən kampaniyalarımızı yaradacaq. Kampaniyalar yaratmaq üçün sol tərəfdə, bəli, yaşıl batını oluştur hissəsindən biz 6 növ kampaniyamızı yaradacaq. Kampaniyalar haqqında keçən dərs danışmışdıq. Yes? Bəli. Yadınızdadır kəsin. Bəli. Sevda, etkiləşim mesaj kampaniyasını hansını da qururduq? Okey. Tamam. Bəs zənc reklamlardan qururduq. Aha, ya. Okey. Deyim. Dedi də sən engagement. Yox, engagement düzdür. Okey. Gəlin Amma başlayaq. bəli, potensial müştərilərdən də zəng gəlir də. Potensial müştərilər biz əsas məqsədimiz data yığmaqdır. Yox, amma zəng gəlir də. Baxarıq görürük zəng funksiyası var yoxsa Yox, elə funksiya yoxdur, amma biz orada mobil nömrəmizi əlavə edəndə avtomatik mesaj gəlir. Onsa yox, o ayrıdır. Biri var Engage- reklamın məqsədi şey olsun, zəng olsun. Reklama klikləndə reklama zəng gəlir sənə. Biri var sən mobil nömrə zaten heç nə qoymursan. Hə. Reklam verirsən, reklama mesaj göndər səsi yoxdur, batınlar yazılır altda. Orada zəng et batın Onu olur. şey eləmək olur. Hə, zəng et vursan reklama zəng gəlir. Heç nömrə zət bilmir. Hə. İstifadəsi gəlir. Gələk başlayaq birinci awareness kampaniyalarından. Bu həm də bilinirlik kampaniyasıdır, okey? Burada reklam alqoritması sənin reklamını bacardığı qədər çox insanların bəli qabağına göstərməyə çalışır, okey? Tanıtmaq üçündür. Mən bu reklamları əgər öz biznesinizdirsə və yaxud freelancdırsa tövsiyə eləmirəm bu reklamları verməyə, okey? Yəni bu reklamlar sizə ekstra bir dəyər qatmır da, mesaj gətirmir, satış gətirmir, yəni ekstra bir dəyər qatmır, bəli. Hə, ona da ehtiyac yoxdur. Okey. Verə bilərsən. Test üçün 2-3 dollardan verə bilərsən. Mak toplam deyirəm, ha, 3 dolları qoy işlə. Onsuz 3 dollara qısa Günə 1 dollar. bəli. Reklam alqoritması daha çox insanın qabağına çıxartmağa çalışır deyə 3 dollardan sən kifayət qədər insanın qabağına çıxarsan zaten. Okey. Amma yenə də ehtiyac yoxdur. Sadəcə test üçün verə bilərsən. Təzə açılan reklam hesablarında göstərəcəm hansılardan istifadə etmək lazımdır. Okey. Bilinirlik, yəni awareness kampaniyalarından çalışın, belə deyək, tanıtım xarakterli olan bir mövzu varsa o zaman başlayın istifadə eləməyə. Amma belə freelance deyirsinizsə, müştəri tapmalısınızsa, öz biznesiniz varsa, ehtiyac yoxdur awareness kampaniyalarından istifadə etməyə. Bəli. Əgər cəmaatdan feedback gözləyirsə, ehtiyac yoxdur. Yox, feedback gözləmir, sadəcə öz sən demiş, əsərini tanıtmaq istəyirsə, onda hə, yes, elə bir awareness-dən. Ondan sonra valla qrupa yazmış deyəsən qoşula bilməyəcəm. Səhv Qoşulacaq, amma pauzalarla qoşulacaq demişdi. Nəsə olub? Qoşulacaq, demiş qoşulacaq. Bəli. Demişdi qoşulacaq, amma Ha, pauzalarla qoşulacaq. Göndərək. Tamam. Onlardan əsassizliyisin. Hangi havalandırma isti hava ilə işləyir? Yəni, içəridəki havanı sonra çıxartın, gölgədə qalır içəridə. Məncə, olur. Okey. Davam edək. Bu bizim awareness kampaniyamız. Gəlin amma lakin awareness kampaniyalarımızın üzərindən keçək, okey. Və
yadınıza saxlayın ki, awareness kampaniyasında qeyd etdiyimiz bütün addımlar, bütün faktorlar və bütün interface dizaynı eynilə bu reklam üçün, bütün reklam üçün aiddir. Okey? Yəni ona görə awareness kampaniyası həm də ən asan kampaniya növüdür awareness kampaniyası ən asan reklam vermə mərhələsidir deyə. Bunu yaxşı bilsək digərləri sizə su kimi gələcək. Okey? Davam edək awareness kampaniyası üzərindən. Ümumiyyətlə, reklam vermə mərhələsi demişdir, kampaniya yaratma 3 mərhələdən ibarətdir. Elə bil ki, oyun oynayırsınız, 3 dənə etap keçirsiniz. Okey? Bu sizin birinci etap hissəsinizdir. Bunu ləğv edək. Bəli. Bu sizin ikinci mərhələnizdir. Bu isə üçüncü mərhələnizdir. Okey? Və yaxud bu mərhələlər zaten burada da var. Sol tərəfə baxın. Və hər etapın, hər mərhələnin özünün adı var. Birinci mərhələ kampaniyadır, bəli. İkinci mərhələ reklam seti və yaxud ad set deyirlər. Ad set, ülvünün dilinəcə advertisement-ın qısaldılmasıdır. Yes. Üçüncü mərhələ isə ad mərhələsidir, yəni reklam mərhələsidir. Okey? Başlayalım birinci mərhələdən. Birinci mərhələdə bizim bir dənə işimiz var. Sadəcə kampaniyamızın adını təyin edirik və salam. Okey? Misal üçün, deyim neçəyik biz? 5. Deyim 4 olmalı. 5, 104, test. Okey. Tutalım ki, biz kampaniyamızın adını təyin etdik. Okey? Mən sizə tövsiyə eləyərdim ki, kampaniyanın adını daha detallı təyin eləyin. Baxın belə, misal üçün, reklamı kim qoyursa və ya siz qoyursunuzsa, okey, öz adınızı, okey, bəli. Ayın neçəsindən neçəsinə kimi, nə qədər büdcə qoyur? Bəli, yox, reklamın effektivində də heç bir təsiri yoxdur ya. Sizin özünüz üçün lazım olacaq. Niyə? İndi izah edəcəm. Lazım. Sonra yani ki seçtiğimiz kampanya 4-5 dənə mesaj qoyan. Göstərəcəm. Səbir olun, səbir olun. Ad olarak bunu yazsın. O da bir məqamdır. Yes. İndi başqa nüanslarda o da bir nüansdır, Ülvi. Mesaj kampaniyası qoyuram, ya biz bilinirlik qoyuruq, sorry. Mesaj bilinirlik. Ondan sonra qoyuram Mart ayı, okey. Harda qoyuram? Məsəl üçün Instagramda qoyuram, okey. Vəssalam. Bir də burada istəsəz hansı nəyi qoymusunuz onu da yaza bilərsiniz. Məsəl üçün uşaq vitamini. Uşaq vitamini. Şu. Okey. Bu cür belə adı daha detallı yaza bilərsiniz. Niyə? Çünki baxın burada admin paneldən baxanda Siyah. həmin bəli siyahılar var da, sənin bütün verdiyin reklamların siyahısı var orada, okey. Və həmin siyahıya baxaraq sən biləsən ki, okey, mən burada nə reklamı vermişəm, harda reklam vermişəm, tamam? Onu qeyd eləməsəz, yəni də baxa bilirsiniz zaten. Prosta gərək ora girəsən, bura klikləyəsən, bura klikləyəsən ki, onları görəsən də. Bəli, vaxt itirməyəsən deyə yes. Buradan daha rahat baxa bilirsən kampaniyanın adından. Misal üçün, görürsünüz nə qədər belə adlar vardı. Okey, bu indi o biri qrupların verdikləridir. Bizim verdiklərimizə gələk. Aha, bax. Mesaj vitamin, mesaj reklamıdır. Uşaq vitaminlərinə verilib, Mart ayında verilib. Mesaj reklamıdır. Qarışıq vitaminlərdir, Mart ayında verilib, okey. Ondan sonra biotindir, mesaj reklamıdır. Qıfılmaqı komandaydı, 4 öz baş hərflərini yazıblar, yəni onların adlarıdır. 19 fevral veriblər, okey. Yəni, bəli. Yox, başlıq headline, yəni title, okey. Okey. Yəni biz burada kampaniyanın adını buna görə belə detallı yazırıq, okey. Ondan sonra kampaniyanın adını yazandan sonra birinci mərhələdə heç eləmə ehtiyac yoxdur. Vəssalam, okey. Davam edirsiniz ikinci mərhələdən, amma biz yenə də gəlin bunları izah edeyim sizə nələr deməkdir, niyə heç eləmə ehtiyac yoxdur, tamam. Misal üçün, birinci mərhələdə kampaniya adından əlavə aşağıda var kampaniya kateqoriyaları. Kateqoriyalar nələrdir? Baxın, burada var siyasi məsələlər, siyasət məsələləri var, nə bilim, ondan sonra 8 tanıştı izledim. Geçen de tabii girdim, ads manager'a. Aha. Bir başka şu var, içinde bulunduğum bildirim gəldi, ihlal. Eğer bir siyasi bir mesajlar vermek isterse kampanyalarda, bunu bize bildirin, content'te Bəli. değil yani. Hamıya gəldi. Hamıya gəldi o. Bilməm. Ads manager'dan istifadə edən oldu bu yaxınlarda. Bir-iki gün içində hamıya gəlmişdi o mesaj. Məsələn, mən Bizə də- şeylərə baxma. Bizə gəldi. Tərbiyyələr almış qrup atmış ki, müəllim bu nədir, biz neyniyək, biz neyniyək. Hamısından atılır. Hə. Okey, həmin məsələ bax budur. Burada deyir ki, əgər misal üçün sən siyasətlə bağlı bir kontentlər paylaşırsansa, onlara reklama verirsənsə, mütləq deyir, bax bunu buradan bizə bildir ki, alqoritma bilsin ki, sən siyasətlə bağlı bir şey edirsən. Okey?
Ondan sonra burada kampaniyanın zaten məqsədi burada bəllidir. Awareness məqsədi və yaxud istəsəz buradan dəyişib digər növlərini seçə bilərsiniz. Açıq arttırma növünə biz Dəymirik. reklam setində bəli dəymirik. Reklam setində gələcək açıq arttırma türü nədir? İkinci mərhələdə. Ondan sonra bir də burada var Advantage Plus və A/B testing var. Okay? A/B testingi reklam növləri bitəndən sonra göstərəcəm sizə necə eləmək lazımdır A/B testingi. Bir bu versiyasını göstərəcəm sizə buradan eləməyi. Və mən buradan olunan A/B testingi basic sayıram. Okay? Yəni çox primitiv bir üsuldur. Okay, sən bunu aktivləşdirdin, bir dənə deyəcək post ondan A/B testingi araşdır gör hansı postun yaxşı tutur da kontent, okay? Və reklam bitəndə sənə mesaj gəlir ki, bir kontentin sənə daha yaxşı mesaj gətirdi sənə misal üçün də belə. Oradan bilsən ki, sən hansı kontentin yaxşı işləyir. Amma bu basic A/B testinqə ehtiyac yoxdur. Biz reklam verdiyimiz ərəfələrdə daha belə keyfiyyətli A/B testinqlər eləyəcəyik. Okay, başqa bir metodla. Onda kopyalayıb çoxaldırıq da. Yes, əla. Yes, bax odur. A/B testinqi o üsulla eləyəcəyik. İndi gələcəyik o üsullara, amma bunu da zaten sizə göstərəcəm təbii ki, reklamın növlərini bitirəndən sonra. Ondan sonra burada bir də var. Advantage kampaniya büdcəsi var. Okay? Buna keçməzdən əvvəl bura gəlin qısa bunların izahını verim sizə. Burada bir növ məğz, bir anlayış var. Okay? O anlayışı tutsanız ondan sonra meta reklamları sizə su kimi gələcək. Demək, burada anlayış nədir? Ümumiyyətlə, reklam kampaniya yaradanda bir dənə kampaniya olur. Baxın, bu isə kampaniyamız, okey? Bizim kampaniyamız. Bu isə reklam setidir, bu isə reklamdır. Və bunlar bir-birlərinə zəncir kimi bağlıdırlar. Misal üçün, reklam tabedir reklam setinə, reklam seti də tabedir kampaniyaya, okey? İndi mən burada reklam setimin sayını artırıram. Reklam setimin sayını artıranda avtomatik reklamın da sayı artmış olur. Çünki hər reklam setinin içində mütləq şəkildə reklam olmalıdır. Bəli? Bəli, elə bir matroşka var idi, bir-birinin içindən çıxır. Eyni şeydir, okey? Hər bir reklam setinin içində minimum bir dənə reklam olmalıdır. Üçüncü mərhələ minimum olmalıdır, okey? Baxın, reklam setimizi artırmaq üçün biz, bəli, buradan hızlıca çoxalt hissəsi var. Aslında imенно bu hissə görürüz. Açıldı. İndi görürsünüz, bir dənə kampanyam var. Onun tərkibində 2 dənə reklam setim var. Biri budur, biri də budur. Okay? Və hər 2 reklam setimin də içində 2 dənə reklam mərhələsi var. Bəli. Bunu mən Hüseyn Nazimdə görmüşdüm. Bir kampaniyanın içində 2 dənə set hazırlamışdı. Instagram üçün ayrı set hazırlamışdı. Facebook üçün ayrı bir set hazırlamışdı. Yəni faktiki bunlar İTOK hamısı bir yerdə gedirsə, bunlar fərqli-fərqli hazırlamağın nə yes, məsələ odur. Bəli. İndi bizim də əsas məqsədimiz budur ki, biz burada A/B testinglər aparacağıq. Okay? Algoritmanın daha yaxşı işləməsinə gətirib çıxardılacaq. Onu onda axırda Yes, zaten ikinci reklam setində izah edəcəm o hissəni tam başlayanda. Sadəcə hələ ki strukturu izah edirəm, okay? Yəni biz bu hissədə baxın, həmişə bir dənə kampaniya olur və bir kampaniyanın daxilində minimum bir dənə reklam seti olur. Bizdə hal-hazırda 2 dənə reklam setidir, okay? İstəsək bir dənə də artıra bilərəm. Vəssalam, istəsəm bir dənə də artırdım. Çoxaltın fərqi nə olacaq? Çoxaltda sıfırdan başlayır və yaxud da ki, hansısa bir mövcud kampaniyanın içinə çoxaldırsan. Okay? Amma burada isə sırf bu kampaniyanın içərisində çoxaldırsan. Hal-hazırda nə elədim mən? Bəli, bir kampaniyamın daxilində 3 dənə reklam seti var. Biri budur, ikincisi və üçüncüsü. Və hər reklam setinin də daxilində bir dənə reklam var. Bəli. İndi istəsəm, buradakı reklamın sayını artırıram. Bəli. Reklam setinin daxilində olan, tabe olan reklamın sayını artırıram. Gördünüz? Səncədə sonuncu elemente olduğuna görə onun sonra artım olmayacaq. Yəni Bəli, ancaq bunu artdı. Bəli. Bəli. Yəni bir reklam setində indi oldu 2 dənə reklam. Görürsüz, bunlarda artırmamışam deyə bunlarda bir dənə qalıbdı. Gördünüz? Baxın, struktur budur. Bu məğzi anlayandan sonra indi izah edəcəyimiz hər şey bizə oca su kimi gələcək. Okay? İndi bunları niyə belə eləyirik? Hamısının izahlarını başlayıram verməyə. Gələn başlayaq. Advantage Plus hissəsi var idi burada, bayaq görmüşdünüz. Ümumiyyətlə, meta reklamları verəndə harda Advantage sözü gördünüzsə, bilin ki, bu algoritmaya aid bir şeydir. Okay? Yəni, mən burada Advantage algoritma və qabağında nə yazılıb? Kampaniya büdcəsi.
Mən bunu aktivləşdirsəm, burada demiş oluram ki, kampaniya büdcəsini alqoritmanın öhdəliyinə buraxıram. Okey? Və yaxşı edin. İndi izah edəcəm o. Yəni, məsəl üçün, mən burada deyirəm ki, toplam qoyuram $600. Okey? $600 pulum var. Toplam onu qoydum mən, tamam? Və burada alqoritmanın öhdəliyinə buraxmışam axı bu reklam büdcəmi. Okey? Alqoritma burada nə edir? Baxır, reklamların hamısını aktivləşdirir, reklam setlərini, reklamları hamısını aktivləşdirir, okey? Və hardasa bir gün ərzində test eləyir. Görüm, hədəf kütlə hansı reklam setinə maraq göstərir, okey? Baxır, hədəf kütlə bu reklam setinə daha çox maraq göstərir. İndi nə edir? $600 hardasa bir 70%-ni, 60%-ni, bəlkə də 80%-ni xərcləyəcək bu reklam setinə. Yerdə qalan bəli, yerdə qalan hissəsini isə böləcək bu ikisi arasında. Yəni hansı reklam seti hədəf kütlə üçün daha çox maraq göstərirsə, okey, həmin reklam setinə çox büdcə xərcləməyə başlayacaq. Tamam? Yəni burada biz $600 qoymaqla hərəsinə 200 bölmürük. Hərəsində 600 al. Yox. Bəli, özü bölüyüz. Belə deyək də, avtomatlaşdırılmış. Bəli. O sözü. Yes. Mexanik olsa 200. Bəli, mexanika ilə mən də göstərəcəm. Yəni biz burada toplam deyirəm $600 büdcəm var, amma bunu 200 bölmürəm. Ha, bunu alqoritmanın öhdəliyinə verəm. Sən özün necə istəsən elə də bölmürəm $600-larını. Okey? O da baxır görür misal üçün buna maraq çoxdursa, başlayır bunlara az xərcləməyə, buna başlayır çox xərcləməyə. Okey? İnsan o qədər güvənmir ki, mən yazım ki, toplam bütçeniz $600 bunu daha yüksək görünüyor. Bu doğruysa bu arada. Çünki yəqin 60 yazmaq istəmirsən. Bunlar bəzən məşqlər. Gördüyünüz sən harada düşürsən. Yes. Bəs yaxşı, setlərdə də biz büdcə belirləməliyik. İndi bunu eləyəndə setdə eləmirsən büdcə bəlirləməsini. Ha. Okey, buranı aktivləşdirsəm setdə olmayacaq büdcə hissəsi. Hə, indi gəlin bu hissəyə. Burada toplam bəli büdcə olanda onu da başlayır özü xərcləməyə gündəlik. Yəni gündəlik səndən həmişə eyni məbləğ çıxmayacaq. Burada aktivliyə baxın. Görürüm, misal üçün, bu günlərin bu saatda aktivlik çoxdur. Başlayacaq həmin saatda bir daha çox büdcə xərcləməyə. Okey? Aktivliyə görə. Ondan sonra baxacaq səhərlər aktivlik azdır. Başlayacaq az xərcləməyə. Okey? Amma günlük qoysam, misal üçün, nə olacaq? Gün ərzində Bəli, gün ərzində xərcləyəcək. bu məbləği xərcləyib bitirməlidir. Vəssalam. Okey? Fərqi yoxdur. Aktivlik oldu, olmadı. Bu məbləğ gün ərzində xərclənməlidir. Mən deyirəm, günü necə təyin edir? 5 günlük, 3 günlük mü? Hə, onu sonra. Okey, o reklam setində də onu təyin edəcəm o işdə. Hə, indi məsələ buradadır. Bunun dəqiq bir şeyi heç kim deyə bilməz ki, mən okey deyə bilmərəm ki, alqoritmaya buraxmaq okeydir, həmişə alqoritmaya buraxın. Və yaxud sizə deyə bilmərəm ki, alqoritmanı ləğv edin, ancaq özünüz manual edin. Okey? Bu test olması bir şeydir. Və bəzən iş çox super işləyir, bəzən isə çox zəif işləyir. Okey? Yəni bu hər iki variantda effektiv ola bilər. Misal üçün o biri qrupda tələbələr indi deyəsən onlar eləyibdir, göstərərəm indi. Ha, burada var da. Onu reklam setinə qoyurlar. Sən dediyini Sevda. Amma reklam setinə qoyurlar günlük. Amma burada, yəni burada nə vaxt edirlər dostlar? Böyük büdcələr olanda edirlər daha çox Advantage Plus-dan. Niyə? Çünki baxın biz burada neçə dənə reklam seti yaratmışıq? 3 dənə. Düzdür? Bu böyük büdcə olanda istifadə edirlər ki, misal üçün. Bu böyük büdcəni alqoritm bunların arasında özü necə istəyir elə də bölsün. Əgər mənim kiçik büdcəm olsaydı, okey, misal üçün toplamdan söhbət edirəm, günlük yox. Toplam misal üçün mənim $30 olsaydı, alqoritm hərəsinə bölsə daha nə qalacaqdı yerdə, okey? Çox az bir qism qalacaqdı. Hərəsinə $8 buna, $12 buna, $10 da buna gedəcəkdi. Və bir reklam seti üçün bu büdcələr çox az bir məbləğdir, okey? Ona görə kiçik büdcələrdə məsləhətim odur ki, istifadə eləməyəsiniz Advantage Plus-dan. Neçədən sonra? 100 bəsdir. Yes, 100-dən, bəli, 100-dən sonra yenə də şərt deyil, istifadə eləyin. Amma istifadə edə bilərsiniz böyük büdcələrdə, okey? Aşağıda olmadı. Aşağılarda ehtiyac yoxdur deyəsən. Advantage kampaniya büdcəsi bu hissədir. İndi gəlin bunları silə yanmısın. Zaten gələcək yəni bu hissələrə. Beynimiz yanmasın. Məndə yandı. Niyə? Mənə bir siz nə satmalı müəllim? Yəni Niyə belə eləmişik?
Niyə 3 dənə set var? Deyəcəm də, Olar. ad qoyacağam. Qoy. Sonra burada strukturu izah elədim. İndi bir-bir gələrəm özlərini izah eləməyə. Biraz yəni Aydındır, bilirəm, izah edəcəm, gələcəm aslında. Okey. Birinci mərhələmiz getdi. Dediyim kimi, birinci mərhələdə bu dediklərimizi eləməyin heç bir ehtiyac yoxdur. Sadəcə bizim əsas işimiz burada adımızı təyin eləməkdir. Okey? Vəssalam. Bu bizim oldu birinci mərhələmiz. Adı qoy. Sadəcə şablon oluştur kliki nəyə görə lazım olan? İstifadə etmək üçün. Ola bilər, yes. Bundan istifadə edən kimsə var mı bilmirəm. Yəqin ki. Kampaniya mən necə ayırd eləmişəm? Kanal, görürsən düz xətt qoymuşam buradan. Bu da yəqin ki elə bir şeydir. Ad qoyursan növbəti dəfədə ancaq o addan istifadə etsən yəqin ki. Şablon oluştur var 3-cü mərhələdə. Ondan mesaj hissəsində var, ondan istifadə edəcəyik. Addan məhdudu. Ondan sonra bu bizim oldu birinci mərhələmiz. Keçirik indi buradan ikinci mərhələyə. Yəni reklam setinə. Okey? Reklam setində də yenə də birinci növbədə adımızı təyin edirik və kampaniyamızın adını burada yaza bilərsiniz. Və yaxud da ki, elə bu hissələr hamısını silib, burada bir dənə hədəf kütləmizin adını da yaza bilərik. Misal üçün, valideynlər yazıram. Okey? Ondan sonra reklam setimin adını qoydum. Tamam. Davam edirəm. Gəldik bu hissəyə. Performans hədəfi hissəsinə. Performans hədəfi hissəsində sən alqoritmi özün yönləndirirsən. Deyirsən ki, sən mənim reklamımda, yəni sən mənim awareness reklamımda reklamların erişimini ən üst səviyyəyə çıxartmağa fokuslan. Okey? Erişim nə idi? Var da müştəriyə. Bəli. Bəli, nə qədər adama çatmaq, okey? Bəli. Sən burada deyirsən ki, reklamlarımı bacardığın qədər çox adamın qabağına çıxar. Və yaxud bunu dəyişdirə bilərsən. Deyirsən ki, reklamlarımın göstərim sayısını ən üst səviyyəyə çıxar. Bəli. Bəli, burada impression artırmağa fokuslanacaq. Bayaqşını bəli, reach artırmağa fokuslanacaq. Burada impression artırmağa fokuslanacaq. Reklamlarımın xatırlanmasını yüksək səviyyədə et. Yəni o Boltun reklamları bir adamı qabağına 5 dəfə xatırladır. Bəli. Yes. YouTube-da da var bu hədəflər. Bəli, ondan bunu istifadə. Siz hansı məsələ görərsiniz? Ama şey zaten ama bakın content. Başka hangi opsiyonlar var? Kalkmasını. Yani bunu seçeceğiz. Yox, bunu seçmir demirəm. Bu funksiya da var postda, onu göstərim. Yəni belə bir seçim də var. Demirəm onu seçim. Bu True Play sırf 3 saniyə ərzində Yox. izlənməlidir. True Play 15 saniyədən aşağı olan videoların hamısının tamam izlənməsidir. Məsələn 7 saniyəlik videonda 7 saniyəsi izlənirsə True Play sayılır. True Play. Baxın bu termin sayılır. Okey? Bir dəqiqəliksə 15 saniyəsini izləyirsənsə bəli True Play sayılır. 5 saniyəlik videodursa 5 saniyəsini izləyirsənsə True Play sayılır. Yox. Söhbət ancaq 15 saniyədən gedir. İlk 15 saniye. Bəli. Amma 7 saniyəlikdirsə gəlir ki, hamısı izlənsin. 15'ten azsa hamısı. Bəli. 15'in partisi 15 saniyəsi, bəli. Aydın oldu? Okey. Awareness reklamında tövsiyəm reklamların reachini artırmağa fokuslanın. Okey? Ondan sonra buradan zaten Facebook səhifəmizi əlavə edirik. Zaten özləmiş əlavə eləmiş olur. İndi gəldik bu kampaniya hissəsində var idi açıq artırma türü yazılmış deyə. Bəli. İndi gəldik bu auksion hissəsinə. Bu auksion hissəsi Google reklamlarında bizə lazım olacaq. Hər bir reklamda istifadə eləyəcək bu auksiyonu. Okey? Amma meta reklamlarında ehtiyac yoxdur auksiyona. Niyə? Auksion hissəsi nə vaxt olur? Həmişə kimsə rəqabətə girəndə olur da bu auksion. Okey? Auksion bilirsən nədir? Açıq artırmaq yer. Kimsə rəqabətə girəndə bu auksion hissəsi olur həmişə. Okey? Bu rəqəmi qoyur, bu rəqəmi qoyur. Belə qalxa gedirlər. Bu auksion hissəsi də odur. Yəni rəqabətli sektorlarda, okey, şirkətlər başlayırlar bura metrikin rəqəmini qeyd etməyə. Metrik hansı metrikdir? Bəli, yes, CPM metrikidir. Niyə CPM-dir? Hər reklam növünün özünün ayrıca metriki var. Okey? 6 dənə reklam növü var idi, tamam. Hər mesajlar. Yox, izah edəcəm buna. Hər 6 dənə reklam növü var. Hər reklam növünün auksion hissəsində ayrı-ayrı metriklər var. Awareness reklamında, okey, metrikləri keçəndə daha rahat aydın olacaq, tamam. Awareness reklamında bizim metrikimiz CPM-dir. Yəni, cost per mile, okey. Niyə bu metrikdir? Çünki bu metrikin açılımı, zaten baxın burada metrikin açılımı yazılıbdır. Deyir ki,
1000 dəfə göstərim olanda, okey, 1000 dəfə göstərim olanda səndən müəyyən xərc çıxılacaq reklamından. Okey? Yəni sənin reklamın 1000 dəfə göstəriləndə, 1000 nəfər yox ha, 1000 dəfə göstəriləndə, yəni bir nəfər 10 dəfə də qaba baxa bilər həmin reklama, okey, impression, bəli. Yəni 1000 dəfə göstəriləndə səndən xərc çıxılacaq. Okey? Xərc çıxılacaq deyəndə, yəni reklamın xərci çıxılacaq. Aydın oldu? Yəni $50 qoymusan, məsələn, reklama toplam büdcə, 1000 dəfə reklamın göstəriləndə həmin $50-dan müəyyən bir hissə çıxılacaq. 20 sent. Misal üçün 20 sent, okey? Bizim də məqsədimiz nədir? Bacardığımız qədər həmin o çıxılan məbləği aşağı tutmaqdır. Okey? Qeyd eləməsə, yox. İndi niyə qeyd eləmirik? Amerikada falan, misal üçün, rəqabət çoxdur. Bir sektorda en qədər şirkət var da, okey? Yəni, elektronika şirkətdir, misal üçün, nə qədər elektronika şirkəti var və hamısı təsəvvür edin meta reklamı verir, misal üçün deyirəm, okey? Və hamısı meta reklamı verir deyə rəqabət çoxdur və kimlər udur, büdcəsi çox olan və burada, bəli, meta alqoritmasından deyirsən ki, mən 1000 dəfə göstərimə görə, misal üçün, 50 sent təklif eləyirəm. $50-dan əlavə, yoxsa $50 Yox, içindən $50 sent içindən 50 sent. Bu, həmişə 1000 dəfə göstəriləndə sizdən 50 sent çıxmaq söhbəti deyil. Bu, sən deyirsən ki, burada zaten sən $50, 50 sent qeyd edirsən, ha. Burada meta reklamı səndən 10 sent də çıxa bilər, 5 sent də çıxa bilər. Bəli, sən burada deyirsən ki, əgər 1000 dəfə göstərimə görə məndən məbləğ çıxırsansa, maksimum bu qədər çıx. Yəni 51 sent çıxma məndən. Okey? Bu heç nə qısıtlamır. Sən burada meta alqoritmasla bir məbləğ təyin edirsən. Mən 50 sent qoydum. Misal üçün Amerikada. Bəli, bəli. Mən 50 sent qoydum burada. Nə bilim, Zəka öz şirkəti üçün bura qoyur 80 sent. Misal üçün, okey? Meta baxır ki, Zəka kanaldan çox təklif eləyir. Bunun reklamını biraz daha yaxşı işlətməyə başlayır. Okey? Yes, auksion rəqabət olan mühitlərdə olmalıdır ancaq o, tamam. Onun üçün nə bilim, filankəs atıram, büdcəyə görə təyin olunur ha bu. Ülvi daha çox büdcə ilə girir bazara, 90 sent qoyur, meta başlayır buna daha yaxşı işləməyə, okey? Əslində, yenə də sizə xeyri var bunun, yəni necə deyim, sizin reklamlara belə deyil, pis olmur, sizin reklamlar belə deyil, mənfiyə düşməyən də reklamlarınız işləyir. Bursa ülvinin reklamları biraz daha yaxşı insan işləməyə başlayır, bəli, Sevda. Yox, bizim ölkə üçün eləməyin bunu qeyd. Okey? Bəli, bazarda nə bilim, tutalım ki, vitamin satırsan, nə qədər vitamin səhifəsi reklam qoyur, vur tut 10 dənə qoymur da, okey? Bəlkə də bəli, metodlarına qoyur. Necə? Nə qədər tələbatda sahə olursa olsun, eyni elektronik, okey? 50 dənə elektronik şirkəti heç reklama qoymur burada. Vur tut nə qədər elektronik şirkəti, 15 dənə 20 dənə qoy maksimum olsun, tamam? O rəqabət deyil ki. Amma Amerikada misal üçün elektronikdən söhbət gəlirsə 300-dən, 400-dən şirkət birdən reklama qoyur da. Onun üçün, bəli. Spin farklı, kost bölünsün, deyildi də. Bəli, o metriklərin ən qısa variantı var. Okey, düsturu belə əzbərləmək ehtiyac yoxdur. Metrika baxanda bilərsən bunu necə Bəs müəllim, siz bunu hər biz reklam verəndə sonunuz başına üzrə ehtiyac yoxdur. Bunu ləğv edin, sıfır. Okey. Bunu bəzən nə vaxt red istifadə edirlər, nə vaxt red o da həmişə yox. O Black Friday günləri olur ya, hamı Black Friday postu qoyur, rəqabət çox olaraq. Bəzən red onda istifadə edirlər, amma heç onda da istifadə eləmirlər. Yollarını ekstra qanunu sizlər görürsünüz. Bizim ölkə üçün. Mən bilmədim. Kurslarda reklam. Okey. Amma CPM metrikindən söhbət gedirsə, CPM metriki həmişə aşağı olan metrikdir. Yəni biz indicə reklamları qoyanda baxacaqsa, CPM metriklidir. bəli, bu CPM-dir. Digər reklamları qoyanda baxarsan, trafikdə olacaq 0.30, 0.40 misal üçün, nə bilim, mesajda olacaq 0.50, 0.30 falan belə də düzdür və ya digərində başqadır, amma CPM metrikində həmişə 20 sentdən, 10 sentdən aşağı olmağa başlayacaq reklamlar. Okay? Ona görə burada maksimum 20 sent qoymağın kifayətdir. CPM metriki üçün. Büdcədən asılı olmuyor. Bəli, büdcədən sonra 20 sent çünki CPM metriki üçün biraz yuxarı bir büdcədir. Təbii ki. CPM metrikinin, yəni awareness reklamlarında 1000 dəfə göstərimə görə həmişə şeylər az olur, məbləğlər az olur. Okay? 5 sent, 6 sent, 9 sent belə olur yəni. Metodunuz yəni. Bunu nə qədər işləyir? Artdırma, nə bilim. Son vaxtına düşən. Aha.
Bizim ölçüdə üçün yəni deyirəm. Bunu eləmək ehtiyac yoxdur. Sadəcə izah elədim nə üçün işə yarayır, tamam? Ondan sonra davam edirik. Dərindən nə asdı, nə oldu? Zəşə vermə hala gəlmişəm ha. Ondan sonra baxın bu hissələr bəzən çıxır, bəzən çıxmır, okey? Bilinirlikdə çıxır ancaq. Hə, bilinişdə çünki o zaten onun üçün istifadə olunur. Burada siz nə edirsiniz? Gündə çıxan reklamların sayını təyin edirsiniz. Məsələn deyirsən ki, maksimum olaraq hər 7 gündə, okey, burada 7 var. Hər 7 gündə bir nəfərin qabağını 2 dəfə göstərsin təxminən reklamlarım. Okey? Onu təyin edirsən. Yeni bir funksiyalıqdır. Test edilir. Gah çıxardır, gah çıxartmır. Şeyə baxır, yəni istifadə sayına baxır. Görün çox adam istifadə edir, necə istifadə edir, davranışlarını ölçürlər, bəli. Ona görə ola bilər. Yəni bu reklamı burada demişdim bax. Göstərimi çox seçirsənsə ona fokuslana bilər yəni. Ondan sonra O 2-dən artıq olur da yəni. bəli. 2-dən artıq ola bilər. Ha, təbii ki, mən bura qoy nə bilim 5 dənə. Amma çox qoymaq kifayət. Bəs Şey nədir? Oxlanmaq. Yani size bir sual. Deyirəm, bəzən çıxır, bəzən çıxmır Sevda. Bu yenilənmə gedir. Ona görə. Ben mesela alsam, Aha. 2 dakika yazsam, tüm günde iş hisseye bölüp kesin de gündüz gibi yoksa... Yo, o özü Ölçü bölür. süreci, geoloji süreci, bu saatte bu mesela kira akşam saatler var. Özü bölür. Fərqi yoxdur. Bir də gözün ki, dalğalı riski çıxartdı. Okey? Amma burada çox qoymanız məqsədə uyğun deyil. Niyə? Biraz brenddə bəli şey yaradır. Bezdirmə bir fikir yaradır insanda. Okey? Yəni bu brend də bezdir, bəli, Mesela yorudur. bir söylenen yemin. Bəli. Söylenen yemin. Yox, bir dənə CPM-ə təsiri ola bilər bunun. Yəni 1000 dəfə göstərilməyə təsir ola bilər. Bəli, Sevda. Ha, üçüncü nəsə deyilə bilər ona görə. Okey. Ondan sonra baxın. Gəldik burada mələyin dediyi bayaqki nüanslara. Burada indi görürsüz, biz büdcəmizi bax birinci mərhələdə təyin eləmişdik. Hər bir reklam setləri üçün təyin eləmişdik və alqoritmə demişdik ki, özün böl büdcəmi. Okey? Bəli. Reklam setləri üçün. İndi elə bir ki, onu aktivləşdirməmişik. Hər bir reklam set üçün özümüz manuel büdcə qoyuruq. Tamam? Misal üçün bura qoyuram. Toplam 100 dollar. Yaxşı, 50 dollar. Kimdə eləmir? 50 dollar. Aha. Qoyuram, toplar 50 dollar. Elə çıxmır amma. Toplam qoyanda sən deyən kimi çıxmır. Yes. Toplam qoydum 50 dollar. Okey. Və burada da baxın mələyin dediyi məqam. Günü özüm təyin edirəm. Deyirəm ki, reklamım 7 mart başlasın. Burada sağda fikir verməyin. Niyə fikir verməyin? Vitamin Kanadadan gəlir deyə. Okey. Kanadadan qeydiyyatdan keçirdi. Kanada saatını göstərir burada. Yəni bizim saata çevirəndə 20-30 eləyir. Okey. İndi burada isə 11-30. Tamam. Elə Bu qalır. saate göre. Bəli. Yes. Amma Okey. şeydir, 10-15 dəqiqə davam olmur. Bəli, bu da burada zaten yazılır. Bu başlanğıc tarixi keçmişdədir. Niyə belə yazır? Çünki biz 15 dəqiqə əvvəl başlamışıq da kampaniya yaratmağa. Başlayan gündən bu saat hesablanmağa başlayır, okey? Ha. Məncə bu vaxtlar arasında fokuslanır, düzdür? Yəni məsələn, Necə? onun səsi məsəl üçün deyək ki, yarım saatda, hər yarım saatdan bir şey deyək. Yəni hər o yarım saat aralığına fokuslansın. Onda bayağı şey Necə yarım saat arasında? Məsəl üçün deyək 11:30-dan o müəyyən bir fokuslama müddəti qoyuruq məsələn. Yox, fokuslama müddət qoymursan, bitmə tarixini qoyursan. Ya okey, Aha. onun elə bir şey var da məsələn, deyəsən fokuslama müddəti qoysan bu şey saatlar arasında reklamı daha çox qabağa çıxarır. Ala bilər, deyə olmalıydı. Ha, Ha. ondan şeydə yarım saat arasında qoysun şey deyək, effekt görər. Yox, o funksiya, metoda çox eyni qədər funksiyonallıq var burada. Sən ehtiyac yoxdur oradan istifadə etməyə. Yəni sən metanın bir dənə yolu var, bir də Google-da var bu. Bəzən çox büdcə yemək üçün sənə çox təkliflər verir. Okey? Deyir filan şeylə, amma baxırsan ki, ona desən biraz büdcəmiz yerə çox qoymalısan. O təklif error kimi çıxardır öz orada ki, insanlar narahat olsun və çox büdcə versinlər mənə, okey? Bəli, yəni elə bir şeyləri var, yolları var. Ona ehtiyac yoxdur onları istifadə etməyə. Ondan sonra toplam qoyuram 50 dollar büdcə. Başlanğıc tarixi 7 mart. Bu da bizə nə qədərdir? 20-30-da düzdür? Yaxşı 8 mart. Aha, 8 martda başlasın, okey. Bitsin məsəl üçün deyirəm 8 14 martda. Okey. 8 martda başlayır, 14 martda bitir. Okey. 6 günlük büdcə qoydum. Ondan sonra yaxşıkən 5 günlük qoyaq ki, hesablamaq ona bölmək olsun, rahat olsun. Aha, 5 günlük reklam qoydum burada, okey. Ondan sonra baxın, indi burada bir məqam var. Burada var
reklam planlaması. Okey? Görürsünüz bu hissə açıqdır indi. Klikləsəm açılacaq. Mən bunu dəyişib, bəli, gündəlik qoysam, okey? Baxın, bağlıdır reklam planlaması. Okey? Bu isə nədir? Bura niyə bağlı gündəlik planlamada? Çünki günlük büdcədə biz deyirik ki, bu büdcəni bütün saatlarda yəni xərcdə qutar. Okey, bu gün ərzində xərcdə mənim bu $5 büdcəmi. Mən bunu toplam qoyanda demiş oluram ki, Dominosun bir dəfə kontentini göstərmişdim sizə. Bəli, bəli, yes. Baxın, buradan təyin eləmək olur. Deyirəm ki, həftənin hər günü bu saat orada xəttlər göstərmir o gün Zəka bunu Görünmür. görürsən. görünmür də xəttlər orada. Saat aralıq təyin edirsən də bu vaxtlarda göstər insan qabağına. Burada xəttlər var, biri bu xəttdir. Görsənmirsən. Görsənmir. Sən Xəttin özü tərəf ağran işlədi ona görə. basıb görsənəcəksən. Necə? Belə basıb görsənəcəksən. Ha, tapdım, görəcək, tapdım. Ha, baxın 3 dənə xətt burdadır belə. Bu nəyi bildirir? 12, bax bu 12, 1, 2, 3-dən başlayır. 3, 4, 5, 6, 7. Gözü bunu bildirir. Bəli, yes. Hər qısa bəli, 1 saatdır. İndi burada nə edirəm? Baxın, birinci, ikinci, burada həftənin bütün günləri, burada isə hər gün yazılır, okey? Dominos olsam, deyirəm ki, hər gün, bəli, gecə məsələn saat 12-dən 5-ə qədər, okey? Bu saatlarda gecə çatdırılması postumu aktivləşdirirəm, okey? Bəli, və yaxud da ki, nahar vaxtları. Bəli, kampaniyam var. Kampaniyan varsa, deyirəm saat 12-dən 1, 2-yə kimi, məsələn, və yaxud da 11 edirəm. 11-dən 2-yə kimi aktivləşdirirəm, bu da mənim olur. Nahar vaxtları Məncə reklamları. bu 9-dan 12 kimi daha effektiv. Ola, bəlkə məncə də. Bəli. Çünki işə gedən insanlar işə başlamışdan qabaq 100% birinci telefonu swiping up edirlər. Bu yönlə. Sənəti də az gəlir. Elə profildə gəlir. Ola bilər, yes. Çox şükür. Okey, yəni qısacası buradan da saatlardan istifadə edə bilərsiniz. Mən istifadə eləmirəm, sözün açığı. Amma belə bir funksiyonalluq var, istifadə edə bilərsiniz və çalışın bu saat planlama saatlarda mən nə vaxt istifadə edirəm? Daha çox zəng reklamları qoyanda. Okey. Mesaj reklamlarından istifadə edirəm. Çünki mesaj yəni, okey, adam saat 3-də də yazsa, səhər durub cavab yazarsan da ona. Amma zəng elə bir şeydir ki, adam istər-istəməz deyir ki, saat 10-dur, gecdir, qoy sabah yığaram, okey. Belə bir anlayışlar var deyə, ona görə bu zəng reklamlarında bundan istifadə edirəm. Deyirəm, reklamlarım atıram. Axşam saat 11-ə kimi aktiv olsun və ya mağazanın neçədə bağlayırsansa, o vaxta kimi aktiv olsun reklamlar, zəng reklamlarından söhbət gedir, okey. Amma belə normal olaraq mən istifadə eləmirəm bundan. Ondan sonra gəldim biraz da aşağıya düşürəm. Gəldik burada hədəf kütlə hissəsinə. Okey. Hədəf kütlə hissəsi nədir? Baxın, burada da 2 dənə nüans var. Biri budur. Advantage nə idi bizdə? Algoritm. Bəli, reklam alqoritmi. Baxın, advantage qabağına nə yazılıb? Hədəf kütlə. Yəni, hədəf kütləni də alqoritmanın öhdəliyinə burax. Okey. Məsəl görərsiniz. Yes, Meta son yeniləmələrində, son deyəndə 2024-ün son yeniləmələrində deyib ki, indən sonra çalış deyir, hədəf kütləni alqoritmanın öhdəliyinə burax. Niyə? Çünki alqoritması o qədər inkişaf edib ki, tam dəqiq nöqtə atış deyib, hədəf kütləni tapır. Da event bizim yaratımından sizə boşuna atdırır. Yox, boşuna deyil. Yönə. Sənin yaratdığın eventlərin də təsiri çox böyükdür. Okey? Yəni atıram. Bəli, 8 dənə reklam yaradırsansa, 4-ünü elə 4-ünü belə yarada bilərsən. Və yaxud 5-ini alqoritma, 3-ünü öz hədəf kütlədən yarada bilərsən. Nisbət üstünlüyü götürsə, algoritmaya daha çox üstünlüyü verir. Bəli, amma o şərt deyil ha, həmişə alqoritmaya verir. Bəzən elə reklam olur ki, alqoritma öhdəliyinə buraxırsan, tapa bilmir, özün yaradırsan, super işləyir reklam. Okey? Bəli. Aha, bəzən belə nüanslar olur. Ona görə şərt deyiləm ki, alqoritmanın öhdəliyinə buraxın. Okey? Gəlin indi başlayaq birinci location hissəsindən. Ünvan. Yəni bizim hədəf kütləmiz harda qalırlar? Okey, biz hara reklam çıxaracaq, hansı bölgəyə reklamlar göstərəcək, ona baxaq. Gəlirik burada konumlar hissəsinə. Burada düzənli edirik. Dediyim kimi, vitamin Kanadadan qeydiyyatdan keçib deyə burada, bəli, avtomatik Kanada çıxır burada. Okey? Bunu ləğv edirəm. Sizdə avtomatik Azərbaycan çıxır, çünki Azərbaycana qeydiyyat. Okey? Burada gəlirəm, seçirəm, misal üçün Azərbaycan. Belə ölkə olaraq da seçə bilərəm. Baxı Hara yazır, götürəcəm? şəhər götür. Nə Hara şey? götürəcəm?
Aha gözün Azerbaycan. Yine Bakın, Azerbaycan yazın. Yok burada Azerbaycan çıkmalıdır. Azər- Belki balaca Ee, gelsin. Yok o A yazında heç bir ölkə Göz çıxmır. ata basın. Tələsməyin. Var idi burada. Ülkeler. Buradan çıx istəmirəm o seçilim. Oradan da girmək olar. Düz bursa buradan niyə çıxmır? Mən Bax maraq. bu yalan görə başa çıx. Ben geldi senede bir sınıfta kalmışım. Ola bilər abi. Ben WhatsApp, uydu, Oy, ekranını ya. gösterdim. Ben de Ha bu elə dostlar. Bunu nə qədər bizdə şikayət eləmişik ki, Qarabağın adını artsaq göstərib metada. Dəfələrlə şikayət Azerbaycan insanı kimi Artsaq. yox şey də elədi. Qarabağ baxın aralar şey gösteriyor. dəqiqə dostlar. Yani yasada yukarıda Nasıl? Türkiye gösteriyor. Yerevan niyə? Bildim. Prosta şey də nədən adı? Qarabağın adı bir də bir var. Bu yaxında da şey idi. Onların qoyduğu adı nə idi? Sis ya. Sen başında aldın ki sen Google etsen. Və şu döyüşüb indi üzr. Allah. Buradan yeniliyə. Yox, bu həmişə belə hərf yazan kimi çıxır sizdə siyahılar. Prosta yəqin uzun. Hızlı da olacaksın. Yox, doldurmuyorum işte. Neçədə çıxacaq? Neçə çıxacaq? Hə. 30-da zaxda belə təxminən. 19 29-da. Necə? 29-da da. Bəli. Yani bundan sonra birinci gün derecede dersin. Sabah yox, deyəsən gələn həftə ikinci gün gəlirik. Elə deyirlər, gələn həftə 1-4 olacaq. Elə eşitdim. Sana soruştum, bakalım bir gün olsun. Hə, Soruştum sitesinden onu. çıxımda soruşarıq da. Günlük limit məncə o şeydən dəyişir. Müddətdən, bitmə tarixindən. Tamam. Necə yəni Belki bu kadar koyabilirsin. Yani başka reklam hesaplarına mesela 2-3 reklam Yox, hesabı. başqa reklam hesabına ehtiyac yoxdur. Elə bir şey yoxdur. Necə günlük bu qədər? Meta ölmür, büdcə xərcləməkdən ötürü yəni gün limit qoysun. Yox, elə bir şey yoxdur. Şey, Sevda. Nə qədər istəsən büdcə qoya bilərsən. Harda var elə bir Ben günlük? size son bir şey var ki mesela reklamın gücünü 2 kat, 3 kat artırmak için 2 hesaptan, 3 hesaptan onu vermiyorlar yoksa. Ehtiyac yox. Sağ üçün bir hesabdan verin ki, alqoritm bu hesabın nəyə aid olduğunu bilsin. Okey? Alqoritm sizin reklama nə vaxt yaxşı işləməyə başlayacaq? Əslində gələcəkdim, amma sən məndən gələm. Alqoritm reklam hesabını yaxşı tanıyanda nə vaxt yaxşı tanıyır? Müəyyən ki, büdcələr xərcləmisiniz, okey? Sən o post qoyanda alqoritm sənin reklam hesabı tanıyır deyə bilir bu postu kimlərin qabağına çıxartmaq lazımdır. Təbii ki, yəni sən okey, yeni açılan reklam hesablarına verirsənsə və yaxud elə bir reklam hesabına vermirsən ki, sonra bu səhifəyə aidiyyatı yoxdur. Onda o gün misal üçün reklamlar normalda yaxşı işləmir. Düz işləyə bilər yaxşı, amma standart qaydalara görə yaxşı işləmir. Çünki reklam hesabı başqa bir reklam hesabıdır, tamam? Bəli, verin. Suallar verin, dostum, mən bunu cavab verəcəm. Yox, yenisini aça bilərsən Facebook səhifəsi, fərqi yoxdur. Sizin dediğiniz güvenliklik yani ne kadar müddet olmalıdır? Müəyyən büdcə xərcləyəcək. O əslində Metanın özü daha rahat şey eləyir, tənzimləyir. Müəyyən büdcə 5000, 4000, 3000 o zamanla da yığılan bir şeydir. Bəli. Hə, bəli, bir də o nüansı var. Göstərəcəm o nüansı da. Okey. Baxın bunu deyirəm. A yazıq sözü nə qədər ölçülər çıxdı. Misal üçün, A yazıq öyünlər Azərbaycan. Niye? Bir də bunu deyirdim mən sizə. Açsaq idi, yoxsa nə idi? Adını yazanda. Şey, Nədə? Bildim yazı çıktı da böyle kozalı sıfır. Hə, hardaydı o? Boydu. Sinema değil mi? Bu? Kozalı sıfır. Hə, indi dəyişib deyəsən onda. Ədəbiyyat artsaq. Əvvəl adı deyəsən, hə. Tamam, indi yəni bizim adları qoyublar. Xocalı falan əvvəl yox idilər.
Xəritə İki düzəldir. altı da mənim altı mənim adı deyil ki, usta. Yəni bizim adları da əlavə ediblər onun. İkisi də var. Bu mənim Ha, bax. proyektorda görünmür, yoxsa sizdə də belə görünür? Traktorda görünür. Belə boz görünür də, boz rəngdə. Göstərməni istəyirsən ki. Burada Boz rənglərin Sən mənim axtardığın ki, var. boz rəng göstərir. Adət sözü Azərbaycanın adıdır. Yox, bu kompüterdə göstərir, orada göstərmir. boz rəngli göstərdi. Göstər kompüter. Okey, nəsə dostlar. Baxın, yazdım bura, okey. Baxın, burada çıxır. Baku və burada özü şəhər var. Okey. Ondan sonra baxın, burada isə Baku Azərbaycan qabağında əyalət var. Okey. Və yaxud Azərbaycan özü var burada. Qabağında nə yazılıb? Ölkə olaraq yazılıb. Tutaq ki, mən ölkə olaraq seçirəm. Baxın, Opşu Azərbaycanı tənzimlədir. Gördünüz? Gözlüyüm dəqiqə. Aha. Region seçiminde daha effektiv olur. Mesela region seçirsen Gələcəm o səhərdə tələsmə. Okey, baxın, Opşu Azərbaycanı götürdü. Gördünüz? Bütün Azərbaycanı götürübdür. Çünki ölkə olaraq seçmişəm. Okey. İndi bunu ləğv edirəm. Yazıram burada Bakı. Və baxın, Bakı yazında biri çıxır əyalət kimi, bir də var şəhər kimi. Okey. Əyalət kimi nədir? Baxın, əyalət kimi seçdim. Özü ancaq Bakını seçdi. Yəni bura o qıraq rayonlar var, Mehdiyabad, Binəqədi, bəli, onlar daxil deyil. Ancaq Bakı 28 elmləri falan belə, bəli, bunlar daxil olur. Okey? Bəli, əyalət olaraq da. Tamam? Google burada göstərmir. Google-dan əyalət olaraq seçəndə göstərir belə xəttlərdən ki, hansı ərazilər daxildir. Okey? Amma şəhər olaraq seçəndə, məsələn, bir də yazıram Bakı, bəli. Burada isə şəhər var, okey? Şəhər olaraq seçəndə görürsünüz belə yumru ucu pinlə götürdük bu cür. Və yaxud da İndi tutaq ki, siz axtarını siz edirsiniz. İndi siz axtarırsınız, seçirsiniz. Aha. Oradan sonra indi ekdə var. bəli, Indi ekdə deyəndə əhatə edir, bəs ümumiyyətlə əyalət olduğum var. bəli, bəli. Baxın, indi mən bunu ləğv edirəm, okey? Deyirəm ki, özüm təyin edəcəm. Baxın, bir xəritəni bilirəmsə, burada Masallı səsində də belə. masallı. Ərşivan. Tamam. Bakı bir iki şəhərdir. Mən Özələ sizə diyoruz. yeri tanıyır. Sağ aşağıdan üstü olsun. Neft, cala. Düşünmə deyil, Mosallı yazdım. Ha. Mosallı. masallı. Bax, Burada Cəmal qızı. Aha. Özüm bu göydə qoydum. Mərəşətdə. Baxın, masallıya gəldim, tutalım ki, okey. Deyirəm ki, Dədəbadır bu. Dadva olar. Geçti görmüş. Dadva. Dədəba. Deyirəm ki, İMİ-nin reklamı Dədəba kəndinə qoymaq istəyirəm. Evet. Bilmirəm, internet var orada heç yoxsa yox. Mən sabah Bizim rayonlarda bizdən o kənd tutun. Okey. Görürsünüz, böyük bir pin oldu indi. Gördünüz? Yəni Göytəpəyə kimi getdi. Cəllabat Yəni mən burada gəlirəm 16 yox, deyirəm 1 kilometr qoyuram. Okey, bəs ancaq bu hissəni. Görürsünüz? Amma baxın, bu hissəni belə hədəfləyəndə sağda sizə təxmini hədəf kütlənin böyüklüyünə göz qırmızı göstərir. Deyir 5800, 600 əhali var, bəlkə doludur orada əhali. Burası internetə girən aslında kənddir. Bəli, user yoxdur. Okey? Və reklamlarınızı bu cür az hədəf kütlə ilə, qırmızı ilə reklamı qoyanda çox effektsiz olur. Çünki Meta deyir ki, Metanı bacardığınız qədər hədəf kütləni geniş auditoriyaya qoyun. Okey? Yəni burada indi nə qədər yazılıb? Bəli, 5868. Burada minimum 400.000, 500.000 olmalıdır. Okey? Ən idealı 400.000-dən 600.000, 700.000 aralığıdır. Tamam? Amma 1 milyon 200.000 də ola bilər, 1 milyon 400.000 də ola bilər. Bunlar da okeydir. Yəni nə qədər geniş tutsaz, Meta o qədər daha rahat tapacaq dəqiqədə kütləni. Bir neçə milyarda ortada qalmışdı. Necə? Bəs müəllim, sevdən söz demək, targeting eləyəndə o genişlik biraz azalır da, düzdürmü? Biz də targeting eləyirik ki, bizə tam dəqiq hədəfi tutaq. Həmin tam dəqiq hədəfi tuturuqsa, o da getdikcə daralırsa, onda siz nə məsləhət görərsiniz? Tam dəqiq hədəfləyəkmi, yoxsa genişlədək? Yox, indi bax, burada bir məqam var. Əvvəllər onu bu hissədə Məsələn, başımdan keçsə Bakıya müəllim. onu bu hissədə izah edəcəm. Ram, okey, bu hissədə izah edəcəm. Sən dediyin nüansı orada izah edəcəm indi. Gəlin okey, seçək indi məsəl üçün Bakını. Bu xırda kiçik ünvanları nə vaxt eləyirlər? Misal üçün Bakını şəhər kimi seçdim, okey. Bu xırda ünvanları filiallar olanda və yaxud da ki, misal üçün mənim bir fitness zalım var, okey. Fitness zal
fitness zala kimlər gedir? Həmişə çalışırlar ki, Yaxın. bəli, o yaxın evin qaldığı evin yanında olan bir zallar olsun. Okey, çünki zaldan çıxsın getsin evə və ya evdən zala düşsün. Yəni insanlar həmişə çalışır ki, getdiyi idman yeri düz onun evinin yanında olsun. Okey? Bəli. Mən tutaq ki, misal üçün fitness zalım var, məsələn Dərnəgüldə, misal üçün. Okey? Hə, onda o balaca pindən istifadə edib reklamımı qoya bilərəm ki, imanı bu adamlara çıxsın. O pinin içində qalan adamlara çıxsın reklamı. Və yaxud da ki, bəli, Contact.com kimi və yaxud misal üçün müəyyən filiallarım varsa, birini bura qoyuram, birini gəlirəm bura qoyuram, okey? Baxın belə bir-bir hədəfləyirəm belə. Ancaq harda filialım varsa o əraziləri hədəfləyirəm. Okey? Məsələn, mən indi hal-hazırda Dəmirgül bir boşluq qaldı. Onların qabağına çıxırsınız. Yox, olan qalan. Ancaq bu ərazidə kimlər qalırsa və yaxud da ki, burada qalan bir şəxs hal-hazırda burdadırsa, okey? Maşınla keçir. Hə, ola bilər. Mövcud hazırda olan location'ı nəzərdə tutur, yoxsa tutaq ki, adam 3-cü mikrorayonda olan ərəfədə təsadüfən siz reklam etmişsiniz. Adam çıxıb gedir Dərnəgülün 3-cü mikrorayonundakı məsafədə qalır hazırda. Reklamda çıxıb Facebook hesablamayacaq. Yəni. Görəcək, görəcək. O da bu hissədir, Ülvi. Ano. Aylardadır bayaq burada. Burada da şey şərəsi. Haris deyirsin müəllim. Bunlar Göstərəm. Haris. Yox, yox, başqa şeydir. Ülvi dediyində, indi izah edəcəm. Var, funksiya var burada. Tamam. Biləcər alınla bir. Ondan sonra tutaq ki, bu da yəni ancaq o çox filialları olan və yaxud fitness zallar falan bu kimi obyektlər istifadə edir. Ondan sonra Sən yaxın bir dənə əks çıxmaq dedim, bəlkə də kiləyə fəaliyyət göstərir. Demək olar ki, Bakı tərəfində Azərbaycan üzrə bütün fitness zallarında əməkdaşlıq edir. bu çoxdur. Onda belə çıxır ki, bir toska seçir. Ola bilər, eləyə bilər, bəli. Toşku eləyə bilər. Biz məsəl üçün emanatda eləyirdik. Gəncəyə reklam verirdik, Şəmkirə, Tovuza falan və kontentini göstərmişimsə, yoxsa Bəli, bəli. Sevda da soruşmuş ki, o xəstəni necə yaratmışdı. Hə, ona yadımdadır, bir də göstər. Dizayn düzəltmişdi də mənə. Hə, bax, onları misal üçün belə müxtəlif reklam setləri yaratmışdıq. Okey, bir dənə bunu Tovuz üçün yaratmışdıq. Kopyalayıb bir dənəsini şəkil üçün yaratmışdıq. Bir dənəsini Gəncə üçün və hər reklam setində də location'a uyğun location seçmişdik. Okey? Aha, tutalım ki, seçdim Bakı. Hamısı bir kampanya içindeydi. Bəli, hamısı bir kompaniyada. Seçdim Bakı. Hə? Limit var onda. Harda? Burada. Yox, Setdə. Setdə. Büdcəyə görə limit var. Yəni büdcən azsa çox reklam seti yarada bilmirsən. Sayı dəqiq bilmirəm. Biz kampanyanın üstündə gələyik. Setində öz göstərir, avtomatik. Yoxsa reklam setində deyil. Əgər sən büdcəni kampaniyada alqoritm öhdəliyinə buraxırsansa, reklam setində büdcə hissəsi çıxmır sənin qabağına. Bəli. Amma yox, alqoritm öhdəliyinə buraxmırsansa, onda hər reklam setində sənin büdcə funksiyası qabağına çıxır. Gözləyəcəm dəstəkdə davam eləmək istəyirəm. Kampaniyadan sonra biz reklam seti yaradırıq, ha, düzdür. Reklam setində bütçə qoymuşuq 100. Mən nə limit verəcək reklam seti yaratmaq. Onu deyirəm, mən dəqiq rəqəmə bilmirəm. Okey. Neçə büdcəyə görə nə qədər sənə limit verir. Amma misal üçün 30 yox, 30 yoxsa 20 idimi? Ya 30 ya 20 idi. Buna görə reklam seti başı 20 dollar nəzərdə tuturlar. təxminən bəli. Dəqiq rəqəm dedim ki, amma öyrənib deyə bilərəm sizə. Amma az büdcəyə çoxlu reklam seti tutmur nəzərdə, yəni error verir. Ondan sonra burada amma limit var pinlərdə. Okey, məsəl üçün Shopify ilə məşğulsunuzsa, ölkə burada tək Azərbaycan reklam vermək olmur ha, bu arada qısacası xaricə falan məsəl üçün məhsul satırsınızsa, okey. Məsəl üçün də tutalım ki, Amerikaya falan belə. Sən gəlmədin Kanadada oturub Bakıya reklam. Hə, təbii ki, bəli. Məsəl üçün Amerikaya, nə bilim, Amerikanın bir ştatına falan belə reklam verə bilərsiniz və ya Shopify Denver, ola bilər. Amerikada. Denver misal üçün ki, Denverdə müəyyən bir ərazidə misal üçün bir şəhərin və ya özünə belə reklam verə bilərsiniz, tamam. Misal üçün sırf bu hissəyə reklam vermək istəyirəm, okey. Və burada deyəsən 20 dənə pin qoymaq olur maksimum. 20-dən o tərəfə qoymaq olmur pini. Ondan sonra biz seçdik ancaq Bakını, okey. Və indi gəldik bu hissəyə. Bu hissə nədir? Burada əgər bu znaçok götürsəm, okey, götürsəm. Gəlirik Ülvin dediyi məqama. Bu znaçoku götürdüm buradan, yoxdur, okey. Mən burada demiş oluram ki, indi alqoritmaya mənim bu seçdiyim locationda qalanlar və bir də bu location'a tez-tez gəlib gedənlərin qabağına reklam çıxır. Bəli. Adam Bakıda işləyir, Sumqayıtda qalır, okey. Gəlir Bakıya işləməyə, gedir Sumqayıtda, tez-tez gəlib gedir də reklam çıxacaq bunun qabağına. Değil mi? Okey. Və yaxud da bu pinin içində qalanlar, daimi qalanlar. Nə edən müəllim?
bu pinin içində qalanlar reklam Ha. çıxacaq qabağına. Bir də bu pinin içində tez-tez gəlib gedənlər. Çıxır da. Sumqayıtda qalır, Bakıda işləyir də O məsələn. avtomatik olaraq şeydir, yoxsa biz nəsə funksiya ilə? Bunu ləğv elədik. Bəli. iPad-ə görə bəli. İndi başqa bir məsələyə gəlirsiniz. Bakının məsələsini ayrı götürüb, ölkələri şey deyəndə, hər ikisinin ayrı arasında effekt olur. Bakını bir də necə? Sən Bakıya yazırsınız yuxarı, Aha. gedirsiniz, sən də bütün ölkəni seçirsiniz. Azərbaycan onda nə dəxli? Azərbaycan daxil olur. Bakı var. Yox, bax. Bunlar girib Google yazsan, nə eləmir? Bakını seçdim. Bakını seçdim. Burada da Azərbaycan seçəndə ölkə olur. Zaten Bakı gedir də bunun içində. Okey, prosta yəni deyirəm ki, mən istəyirəm daha spesifik şəkildə Bakını seçsin. Ha, bildim. Yox, elə olmur. Eyni şey olur yəni. Bəli, eyni şey olur. Onun üçün gərək şəhərlərdə ayrı arasında. Mən Bəli. dediyim mövzunu açıqladınız. Deməli o klipi çıxardanda mən dediyimi tətbiq Bəli. edəcəm. Klip qaz Bu Zasoqu çıxardanda demiş olurum ki, bu pində qalanlar və bu pinə tez-tez gəlib gedənlər. Əgər seçenəklərin gizli. bu çıxmadı, Sevda. Ha, burada bax, Bakını beləsə çıxacaq. Bakı şəhər. Əyalət kimi. Yox, şəhər kimi çıxacaq. Ondan ikisini də seçirsiniz. Yəni bu problem yaşayır ya. Sizə də demişdim o vaxt. Adam gedib rayondakı resepsiyon qabağına çıxıb, halbuki bu adam Bakı üçün reklam vermiş. İndi onu deyək, elə gəlim O da elə. iddia, Bəli. yoxsa Elə o məqama gəlim indi. Bəli. Bir də var ki, dostlar, mən burada Zasoqu aktiv edirəm. Okey? Bu sizə real müştəri gətirmir. Bu sizə mesaj çox gətirə bilər. Mesaj çox gətirir. Amma real müştəri gətirmir. Niyə? Burada mən Zasoqu aktiv eləsəm, alqoritmaya demiş oluram ki, bu pinin içində qalanlar, bu pinə tez-tez gəlib gedənlər, bir də bu pinin içində həmin məhsula maraq göstərənlər. Misal üçün, vitamini reklama qoymuşam, okey. Adam Naxçıvanda qalır, amma Bakıdakı vitaminlərlə maraqlanır. Həmən kimlərin payından oğurlanmış olur. Bəli, reklamın çıxacaq Yazaq Naxçıvana. gələcək. Bəli, okey. Misal üçün, qoymuşam nə bilim, maşın ehtiyat səsi reklama. Adam Qazaxda qalır, heç Qazax pinində yoxdur da, düzdür, o bir başladı. Qazaxda qalır, amma Bakıdakı ehtiyat hissələrinlə maraqlanır reklamda, Instagramda daha Amma doğrusu. mən dediyiniz sahə üçün effektivdir. Hansı üçün? Bu dəqiqə siz Maşın ehtiyatçı. Çünki Qazaxa yaxın olan şəhərlərdə biz bir başı toçkamız olur. Birbaşa Bakıdakı. Ha, indi bizim toskamız yoxdur məsələn, onda effekt. Pili çıxardanda olur da o. Yox, pini saxlayanda olur. Pini saxlayanda. Bax, pini saxladım. Demiş oluram ki, Qazaxda qalıb burada maraq göstərsə də, yəni reklamın çıxsın o qabağa. O mənə mesaj yazacaq. Amma adam uzaqda qalır da. Mənim də bir dənə filialım Bakıdadır, okey? O real müştəri deyil mənim. Sadəcə mesaj yazılır, mesaj sayımı artırılacaq. Onda Bəli. müəllim konkret bir bölgədən söhbət edirsə, o pini deaktiv Bəli, deaktiv edeyim. Əgər filiallarınız rayonlarda varsa, onu da aktiv edə bilərsiniz. Məsəl üçün, atıram, Ülvi dediyi kimi, Ülvinin rayonlarda da filialları varsa, okey, Ülvi aktiv edə bilər. Okey? Aydın. Özür üçün. Sonradan Aha. sonra Türk nümunəsi ilə seçmişəm ha. Ola bilər. O deyimli dostlar, bilmirəm, eşitmisiniz yoxsa yox. Mən inanmıram aslında. Demişəm sizə. Mən inanmıram açıqcası. Amma TL ilə seçənlər bir dəsində işini bitir. TL ilə seçəndə deyəsən daha belə reklamlar da yaxşı işləməyə başlayır. Çünki TL bazarda düşübdü ya, okey. Ona görə deyirlər ki, reklamlarda düşüş ücrətlə gedir. Yəni CPM falan çox aşağı ilə gedir, elə deyirlər. Mən inanmıram, amma yəni də yoxlaya bilərsiniz həzəkə. Gündəlik neçə lira olmalıdır? Lirə bilmirəm, dollarla. Mən dollarla işləyirəm, dollarla bilirəm yəni. Amma valiz Coffee bəlkə eləməyək. Yoruldunuz? Yox, oruç tutmuşuq, bir dənə su için. Ha, okey onda. Gəlin 5 dəqiqə ona istirahət edək, tamam. Tamam. Ben 1800 litre yani sıfır conversion gösteriyor. Nasıl biraz real değil. Necə? 5200 litre sıfır conversion gösteriyor. Nasıl biraz. Conversion orada zaten sıfır göstərəcəyim. Ha. Onu quraşdırmaq lazımdır. Növbətdəs. Növbətdəs. Lazım çətin deyil.
Ha, təbii ki, yəni istədiyin vaxt çıxa bilərsən. Zaten bu gün səndə sınaq dərsidirlər. Ha, istədiyin vaxt çıxa bilərsən. Sualın olsa ver. Buyur. Əslində gec başladıq, ona görə. Normalde həmişə çıxmışdıq çoxdan. Yes, yarısı 25 dəqiqədən belə çıxarım. Sol tərəfdə axır şey istəyirdim. Güreşdirməyə nə qədər girmiş Ha? ha? Güreşdirməyə qəbul olunur. Ha, qəbul oldu da lazım. Qəşəng şey oldu. Lazım da iş təsirdə. Lazım şey. Qəbul olunur. Gör eşitmə deyəsən, gör eşitmə şirkətinə qəbul oldu. Qəşəng maaş verirlər ona görə. Bizim elə belə murtlaşırlar ha. Çox qəşəng maaş verirlər. Yox hə. Hansı? Facebook istifadə Excel qrup. Mən verim öncədən. Tələb eləyir. Mən getdim də dedim. Buradan. Hadi 3000 vermə. Mən 3005 dedim, dedilər okey. Amma verir istəmirəm. Hı? Amma verir istəyir inşallah. Sevda xanım. Ama sonra head aktardılar. Head of digital aktardılar. Yani head aktardılar. Ben 18'i başlıyorum oradan. Mən inşallah. Bir təxtəsi verir. Verirsin. Eser grup. Sangan, Mercedes, Avatar bunların sitəsini düşürüb bitirdi. Ölçüdə tanıtmaq da var. Ha, orada düz Aynalı Plazanın bölümündəki Sangan var. Orada da çıktı. Orada geldim müsaade. Sangan'a yoksa oradan transport tenseye gitmiştik. Aysu ödü müsabeğe götüren. Aysu rəhbərləri vardı Aysu'da. Mən də sıxacam nasıl Orada komanda təzə qurulubdu. Headləri yox idi, komanda rəhbərləri də. Amma orada olan rəqəmsalçılar falan da 3-4 ayda işləyirlər orada. Yəni hamısı təzə qurulub. İndi bilmirəm, o vakansiya olacaq olmayacaq. Olanda mütləq yönləndirəcəm daxilən. Ha, MP'de də head axtarırlar. Gedim məşğul. Head axtarırlar. Deyəm 3 aya gələr. MP'de biraz durumlar oldu. 4 nəfər birdən çıxdı komandadan. Mən də bir planlaşdırıram. Çıxıram Əli. Hı? Mən də çıxıb planlaşdırıram. Eşək kimi işlədirlər, maaşımı aşağı salırlar. Məsələn sən. Prosta vaxtı yola verirdi ya, çox da o yan bu yan eləyəm. Biz MP'dən sözün işləməyə, işə görə yox, rahatlığa görə çıxmışıq. Yəni belə nüanslar da olur. Vallahi orada rahatlığa görə çıxdı. Yəni o qədər rahat idi. Çünki inkişafdan geri qalırdı. Bu sahədən uzaqlaşırdıq tamam. Yəni baxın, 2 saat ABD idi bizdə MP'də. Okay. Quzu yeyirdiz. Yox, saat 12-də çıxırdıq ABD-ə, məsəl üçün 3-ə işləmiş falan qayıdırdıq. Çox rahatlıqdı və qayıdandan sonra işləmirdi. Saat 5'e kimi falan oyun zadı oynuyorduk. Valla. Necə? Daimi aktiv olmuş. Yes, yəni, hə, o qədər rahat idi ki, yəni bu illər bir il, 2 il çox rahat idi. Görürük ki, inkişafdan qalırıq da, yəni iş eləmirdik də. Yəni iş nə vaxt eləyirdik? Yəni ki, 2 saat, 1 saat işlədik, yorulduq, onunla iş qutardı bizim. Yəni həmin gün ancaq harasa getmək, restorana, nə bilim, belə. Yəni İşə gelirik saat 11-də, işdən çıxırıq saat 4-də, 5-də, belə, yəni, alim demir, o qədər rahatçılıq idi. Hə, markı stabil alırdıq, yəni, hə, və inkişafdan çox geri qalırdıq da, yəni, sırf bu nüansa görə çıxmışıq, zaman iş çoxuna görə çıxır, yəni, biz də bu nüansa görə misasını almandır. Yəni, siz... Məndə də elədir, adam doğrudan sıxılır, eləməli. Bu sahəni full bilirsən, hərdən bu sahəni bilirsən, istirahətə getmirsən. Onda gelirsən, orada oturarsan. Mütləq. Yes. Mütləq. O zaman vakansiyalar baxırıq. Çox ABB-yə baxın, ABB-nin saytına baxın dostlar, ABB-nin saytına. ABB bank. ABB-nin saytında olmalıdır. Rəqəmsal maşın mütəxəssisat və tələbləri də böyük bir tələb deyil. Admin panelin üstündə işləməkdir və salam.
Yoxsa full time istəyirlər, hə müəllim? Bəli, rəqəmsal maşın mütəxəssis üçün açıq var və qəşəng də iş. Məncə apply eləyin, bilmirəm indi vaxtı qurtarıb yoxsa bir dənə baxsın. Hə, apply eləyin. Aha, indi al, hə. Hə, hə, bax, təxmin elə bir işlərdir. Bax, adım tanıdı işlərdir yəni. Amma position super position yəni. Müəllim, məndə universitet var deyə səhər orada oluram. O, Biraz- mənə nə oldu sənin işin? Hmm. Yaşıyor silah deyil. Müəllim, mən bir dənə sizə o dəfə şey dedim. Facebook, Instagram açdın, bir-birinə bağladın, logosunu qoydun profillərə. Yəni bir Logosu yoxdur ki ora. logo mütləq olmalıdır. Onun Canva'da logo şablonları var. Orada bir dənə logo düzəlt, onu qoy. Hə, qalan bioqraf hissəsini yazırsan. Məsələn, əlaqə məlumatlarını dolduran kimi. Mən bir də Instagrama girə bilərsiz, bir dənə deyim, baxın, görün. Bir də gəlir amma altmış. Ha. 18 başlamışıq. Orada var. Ben saksdı o aşağıda bir köşe olan. Bu? Solda. Solda. Bu? Ha. Nədir ki bu? Bilmirəm. Söyleyeyim bunu. Bilmirəm, mən Computer proqramını hiç işlətmirəm. Rinoplastika. Bilmirəm. Rinoplastika. Yox, Rino. Nə? Rino? Rinoplastika. Değiş ikinci. Ha. Bu mənfisi nədir? Bu adamın deyişməsi şeydir. Bax, bunu mən hazırlamışam. Necə hazırlamışam? Bunu? Ha. Bunu reklama verə bilirsən. Vermişəm ha. İşləyir. Ha, şu 2 nəfər yazır. Mutlaka insanlar kalmadı. Mesela video şeyler var. Nə? Abi gerçekten video çekmiyor. Müvekkati olarak Hə. müvekkati olarak sıfırdan başını startlamak. Olarak. Nə bilim, Raul salıb bizi bunun əməliyyat səhifəsinə. Yox, bu fonda nə var müəllim? Yəni necədir səhifə? O normaldır sözünün. Həkimlərlə çox bu postlardan çox düzəldə bunlar. Düzəldəcəm. 13 tane itirmemek için kaldım ki abi. Niyə məsəl nə xoş verir? Onu SMM eləyir. Yəni iyrənc işlər görürüm. Yani bunun bozmasını yaşıyor. Yazma formasını yaşıyorsa. Məncə bir dənə elə al. Hə. Sol tərəfdə ancaq bunlardan paylaş. Ortada ancaq videolar paylaş. Sağda da başqa dizaynçı ancaq onları paylaş. Elə də yoxlar al. Onu sərgəli görsəndə. De mənə. Bir dəqiqəli tez yoxlayaq, bir dəqiqəli. Belə. Belə hər şey okeydir. Hə, belə şu bir dənə bu dizaynları sal, bir tərəfi başqa elə, ortalarını video, opisində başqa dizayn elə. Bura ola bilər. Ona ben bu əvvəlcədən istənilən kontudur da onun üçün ki, posta səhifə görünüşündə aslında sol. Yoxsa, əslində o dizayn eləşdi, amma heç. Bu freelance elə eləməlisən zaten. Qəşəng yerdə var. Mən restoran bilirdim. Ayda adı neydi o restoranın ki? Onlar qəşəng paylaşırdılar yəni. Getmək olar amma. Yes, gəlin başlayaq dostlar. Okey, dostlar davam edə. Sorry. Yes, Pinterest'in post dilanı tapa bilərsiniz. Davam edək. Burada biz location təyin elədik. Əslində gəlin mən fikrimdə deyirəm amma gəlin yekunlaşdıq. Niyə? Çünki hədəf kütlə hissəsi genişdir. Məncə. Okey, demoqrafik, psixografik və davranışlar. Necə? Bunu eləyəydim. Eləyək, prosta uzun çəkəcək. Yəni 40 biraz gec çıxmalı olacaq. Bu da gəlmək istəyəcək. Onu demək istəyirəm bəli. Baxın, gələn dəfə deməli advantage plus hissəsi qalır. Hədəf kütlə yəni hissəsi qalır. Baxın burada çünki hədəf kütlə dəhşət çoxdur. En qədər hədəf kütlə var, okey. Bunların zaten hamısını bir-bir keçməyə onsuz da həm vaxt çatmaz, amma yəni çoxdur da. Bir-bir danışacaq. Dillər hissəsi və okey. Gələn dərsə artıq bilinirliyi bitiririk. Bir də traffic engagement bu üç dərsini bitirək qutara. Ondan sonraki dərsində digərlərini də bitirək.
Bir də optimizasiya. Digər işləm sonsuzları belə satış deyil. Bəli. Amma üzərdən keçərik qısa olaraq. Mesela işlərdə belə bir şey var. Hə, bir də optimizasiya günümüz var. Reklamları optimizasiya edirik. Vəssalam. Optimizasiya yəni tənzimləşdirmə demək. Optimizasiya reklamlar aktivdir. Reklamlar aktiv olurlar, son toxunuşlar edirsən ki, daha da yaxşı işləsin. Yaşlananlar. Hə, yəni Sənə. reklam aktiv yox, yaşlı yox, onlar yox, başqadır. Yaşa istəymiş. Yox, onları dəymir. İzah edilməyə dəymir yox istəyir o ki. Optimizasiya yəni son toxunuşlar nədir? Aktiv olan reklamların datalarına baxırsan, o dataya əsasən müəyyən dəyişikliklər edirsən, ondan sonra reklamlar daha da yaxşı işləməyə başlayır. Bu SEO-da optimizasiya olan eyni şeylərə baxın. SEO-da SEO optimizasiya var. Məsələn, SEO tamam web sayt adlı bir şeydir. SEO keçməmiş. bir dənə keçən bir şey deyim ki, SEO-da da optimizasiya var. Ha, var optimizasiya, bəli, hə. Hə, orada da optimizasiya var, hə. Onu təbii. Google Ads-dir. Metadan qoyulan app reklamı bizə ancaq App Store və Play Market aparır. App'i yüklənmək üçün. Amma sən dediyin kimi CapCut app'in içinə girirsən, app'in içində bir reklam çıxsa bu Google Ads-dir. Belə. Deməli, Bəli. sağ olun. İçinə girəndə, onun içində çıxan proqram agentliyin reklamı Google Ads-lərini Hə. Sağ olun, özünüzə mübarək olun. Sağ olun dostlar. Bəli, qutarırıq, bəli. Bəli, bəli. Bəli. Bəli.